Salam değerli izləyicilər, hər birinizi xoş gördük. Bugün mən sizə çox sadə bir pirog hazırlayıram. Hər zaman imdadınıza yetən, hər zaman süfrənizdə olan bir pirog hazırlayacağım. Bunun üçün bir stəkan peso, bir stəkan qatıq, bir stəkan duru yağ, bir adet vanil, bir adet kabartma tozu, bir cimdiş tuz ve 2 adet yumurta. 2 adet yumurta. Bir aczada rengini güzel eləmək için bir acza. Qaşığın burnunda demək olar, sarkök. Değerli dostlar, abone olmağı, yorum yazmağı unutmayın. Mənə abone olmursunuz, mənə yorum yazmırsınız, məni həvəsdən salırsınız. Xahiş edirəm, hər bir yorum, bir bəyənmə, bir də abone olun. Bu qarışımı çırpanla ağramcaya qədər çırpacağım. Esas asan başa gələn, hər zaman süfrənizdə, çayın yanında ləzzətlə yeyilən sadə bir pirogdur. Değerli dostlar, hər birinizə, mənə abunə olan, mənə yorum yazan, mənə bəyənməyən hər bir kəsə təşəkkürümü bildirirəm. Değerli dostlar, bax belə ağramcaya qədər çırpacağım. Burada ise ələnmiş unum var. Unu mütləq ələyin. Çünkü un nə qədər ələnsə, o qədər qabarması gördüğünüz kimi ağardı. Bax, değerli dostlar. Qabarması yaxşı olur. Bunun için aram-aram apardığı qədər un eləyəcəm. Atacağım içine. Mən 3 stəkan un attım. Bu reseptdə 3 stəkan un attım. Bax, belə duru xəmir alınır. İndi bu xəmiri mən sobanın üstünü yağlayıram. Bax, bununla yağlayıram sobanın üstünü. Bir aczada un töküp bunu sobanın üstünde yayıram ve bu hazırladığım karışımı sobanın üstüne tökürəm.
və listi sirkələyərək düz formaya gətiririm. Mən hazırladım. Siz də hazırlayarsınızsa, hazırlayın. Çox dadın və sizə dönüş olsun. Bu arada göz haqqınızı halal edin və 180 dərəcədə qızdırılmış sobaya göndərin. Bəs.